Salam, bu video feodal dövlətlərə həsr olunubdur. İmtahanda feodal dövlətlərə aid sualı düzgün yazmaq istəyirsinizsə, videoya diqqətlə baxmanızı tövsiyə edirəm. İlk növbədə başlayarıq nədən? Şimalda yaranan feodal dövlətlər. Şimalda yaranan feodal dövlətləri necə yadda saxlayırıq? Ş hərfi ilə başlayanlar, yəni Şirvanşahlar və Şəddadilər. Cənubda yarananlar isə qalanlarıdır, yəni Sacilər, Salarilər və Ravvadilər dövləti. Daha sonra gəlirik nəyə? Bunların mənşələrini bilməliyik. Ərəb mənşəli olanlar Şirvanşah və Rəvvadilərdir. Rəvvadi. Türk mənşəli olanlar isə Türk, Saci və Salaridir. Deməli, Türk mənşəli oldu Saci, Salari, Ərəb mənşəli oldu Şirvanşah və Rəvvadilər dövləti. Bunlarda 3 dənə dövlət var ki, onlar dövlətdən əvvəl özlərinə əmirlik yaratmışdılar. Əmirlik yaradanlar hansılar olur? Şirvanşahlar dövləti, Rəvvadilər dövləti, yəni Rəvvadilər və bir də Şəddadilər. Şəddadi. Bunlar əmirlik yaradıbdır. Şirvanşahların yaratdığı əmirlik olubdur Bərdə əmirliyi. Mərkəzi Bərdə olan yarım müstəqil əmirlik. Daha sonra isə mərkəz köçülmüşdü Gəncə şəhərinə 859-cu ildə. Rəvvadilərin yaratdığı əmirlik 8-ci əsrin sonlarında yaranmışdı. Şəddadilərin yaratdığı əmirlik isə Dəbil əmirliyi idi. Dəbil əmirliyi yaranmışdı 951-ci ildə. Məhəmməd İbn Şəddad tərəfindən yaradılmışdı. Yəni dövlətdən əvvəl əmirlik yaradanlar bu 3 dənəsi olur: Şirvanşah, Rəvvadi və Şəddadilər. Bu dövlətlərdən, feodal dövlətlərdən paytaxtda Ərdəbil olanlar var. Deməli, Ərdəbil hansıların paytaxtı olmuşdu? Ərdəbil olubdu Sacilərdə, Salarilərdə və Rəvvadilərdə. Paytaxtlar Ərdəbil şəhəri idi. Sacilərin paytaxtı həmçinin Marağa şəhəri olmuşdu. Rəvvadilərin də paytaxtı Təbriz şəhəri olmuşdu və beləliklə Təbriz ilk dəfə paytaxt şəhər olmuşdu Rəvvadilərdə. Digər dövlətlərə gəldikdə isə Şirvanşahların 3 paytaxtı olubdu. Şirvan, Şamaxı, Bakı. Şəddadilərin isə yalnızca bir paytaxtı olmuşdu, yəni Gəncə şəhəri. Bu dövlətlərdən üçü var ki, onlar Səlcuqlardan asılı vəziyyətə düşübdür. Səlcuqlardan asılı vəziyyətə düşənlər hansılar olur? Rəvvadi, Şəddadi və Şirvanşah. Bu 3 dövlət Səlcuqlardan asılı vəziyyətə düşübdür. İllərinə gəldikdə isə Rəvvadilər və Şəddadilər hər ikisi də 1054-cü ildə Səlcuqlardan asılı vəziyyətə düşdü. Şirvanşahlar isə 1066-cı ildə asılı vəziyyətə düşmüşdü. Rəvvadiləri 1054-cü ildə asılı hava salmışdı 1-ci Toğrul, həmçinin Şəddadilər də. Həmin dövrdə Rəvvadi hökmdarı olmuşdu Vəhsudan. Şəddadi hökmdarı isə olmuşdu Əbüləsvar Şavur. Şirvanşahları isə 1066-cı ildə asılı vəziyyətə salan Alparslan olmuşdur. Şirvanşah hökmdarı da 1-ci Fəriböz idi. 1-ci Fəriböz Səlcuqlardan asılı vəziyyətə düşür. Ondan sonra Şirvanşah titulu ləğv edilir və məlik adlanmağa başlamışdılar. Daha sonra bu dövlətlərdən hər biri gürcülərlə mübarizə aparıbdır. Yalnızca Rəvvadilərdən başqa. Rəvvadilər gürcülərlə mübarizə aparmayıbdır. Slavyanların yürüşünə məruz qalanlar isə Slavyanlar olubdur Şirvanşahlar və Salarilər dövləti. Şirvanşah, Salari. Bu iki dövlət Slavyanların yürüşünə məruz qalıb. Salarilər də 944-cü ildə Bərdə faciəsində, Şirvanşahlar isə 1030, 1032, 1175-ci illərdə məruz qalmışdılar Slavyanların yürüşünə. Deməli, gürcülərlə hər biri mübarizə apardı. Slavyanların isə yürüşünə məruz qaldı Şirvanşahlar və Salarilər. Gürcülərlə mübarizə aparmayan təkcə Rəvvadilər oldu. Daha sonra gəlir Alanların yürüşü. Alanların yürüşlərinə məruz qalanlar hansılardır? Onları qeyd edək. Alanlar. Alanlarla mübarizə aparan Şirvanşah və olubdur Şəddadilər.
Bu iki dövlət Alanların yürüşünə məruz qalıbdı. Deməli, Şirvanşahlar neçənci ildə məruz qalıbdı? 1032-ci ildə. 1032-ci ildə Slavyanlar, Alanlar, Sərirlər üçü birlikdə Şirvanşahlara yürüş etmişdi. Şəddadilər isə Alanların yürüşünə 1062-ci ildə məruz qalmışdı. 4-cü Baqrat Alanların Şəddadilərin üzərinə hücuma təhrik etmişdi. Həmin dövrdə də Şəddadi hökmdarı Şavur olmuşdu. Şavur isə bu Şəddadilərin, Alanların hücumunun qarşısını almaq üçün Gəncə darvazasını 1063-cü ildə inşa etmişdir. Deməli, Alanlarla mübarizə aparanlar Şirvanşahlar və Şəddadilər oldu. Slavyanlarla mübarizə aparanlar Şirvanşahlar və Salarilər oldu. Gürcülərlə mübarizə aparan hər biri Rəvvadilərdən başqa. Daha sonra gəlirik Xəzərlərlə mübarizə aparan, Xəzərlərin yürüşü dedikdə, deməli, Xəzərlər isə mübarizə aparıbdı Şəddadilər. Şəddadi hökmdarı kim? Fəzl ibn Məhəmməd. Fəzl ibn Məhəmməd Xəzərlərlə mübarizə aparmışdır. Digər dövlətlər Xəzərlərlə mübarizə aparmayıbdı. Bu mübarizələrdir. Sonra gəlirik nəyə? Oğuzların ərazisində yerləşməsinə icazə verənlər var idi. Oğuzların axını bunlardan hansında olubdu? Oğuzlara icazə verən Rəvvadi və Şəddadi dövləti olmuşdu. Rəvvadilər və Şəddadilər. Qalan digərlərində yoxdur Oğuzların yürüşü və Rəvvadilərdə 1028-ci ildə Vəhsudan Oğuzların yerləşməsinə icazə vermişdi. Şəddadilərdə isə 11-ci əsrin 30-cu illərində, yəni təxminən 1030-cu ildə Fəzl ibn Məhəmməd icazə vermişdi. Deməli, biz testlərdə görsək ki, Oğuzların Azərbaycanın şimalında məskunlaşması, şimal deyəndə şimalda yerləşən Şəddadidir. 1030-cu ili götürərik. Ancaq Oğuzların Azərbaycanın cənubunda məskunlaşması deyərsə, cənubda isə Rəvvadilər yerləşdiyi üçün 1028-ci ili götürərik. Bundan başqa burada feodal dövlətlərin içərisində Dərbənd səddini təmir etdirənlər var. Dərbənd səddini təmir. Dərbənd səddi təmir edilibdi bir Şirvanşahlardan, Şirvanşah. Bir də Sacilərdə. Digərlərində yoxdur Dərbəndin təmir edilməsi və Dərbənd səddinin təmiri də Şirvanşahlarda 988-ci ildəki Dərbəndi tuturlar, həmin dövrdə də təmir etdirirlər və bir də 1-ci Aksitanın dövründə də yenə Dərbənd səddi təmir edilmişdi. Sacilərdə isə Yusif ibn Əbu Sacın dövründə Dərbənd səddini təmir etdirmişdilər. Testlərdə bəzən Dərbənd səddinin inşası yazırlar. İnşası bunların heç birinə aid deyil. Dərbənd səddi 6-cı əsrin ortalarında inşa edilibdi. Sasanilər dövrünə düşür. Təmiri dedikdə isə ancaq Şirvanşahlar və Sacilərə aid götürə bilərik. Dərbəndin birləşdirilməsi var. Dərbəndin birləşdirilməsi isə, bunu da qeyd edim burada. Təmirini dedik o iki dövlətdədir. Bir də var Dərbəndin birləşməsi. Dərbəndi birləşdirənlər kimlər olubdu? Şirvanşahlar, Şirvanşah, Saci və Salari. Birləşmə dedikdə bu üçünü götürərik və necə? Şirvanşahlarda 1075-ci ildə 1-ci Fərbiz birləşdirmişdi Dərbəndi dövlətə. Sacilərdə Yusifin dövründə Dərbənd birləşmişdi. Salarilərdə isə Mərzban ibn Məhəmmədin dövründə Dərbənd dövlətə birləşmişdi. Şəddadilərdə və Rəvvadilərdə Dərbəndin birləşməsi yoxdur. Şirvanşah, Saci və Salarilərdə var. Və daha sonra Salarilərdə Mərzban ibn Məhəmmədin dövründə Dərbənd dövlətə birləşir. İbrahim ibn Mərzbanın dövründə isə artıq dövlət zəiflədiyi üçün ayrılmışdı. Bu belə. Sonra bəzi məqamlar var ki, onları da qeyd edim. Bunları mütləq yadda saxlayın, imtahana düşə bilər. Rey şəhərini, deməli, Samanilərdən alan var. Bu Sacilərdir. Rey Samanilərdən alan Sacilərdədir. Yusif ibn Əbu Sacdır. Yusif ibn Əbu Sac. Rey alan Yusif ibn Əbu Sac oldu. Mosul hakimi ilə mübarizə deyərsə, Mosul hakimi, bu Salarilərdədir. Salaridə Mərzban ibn Məhəmməddir. Deməli, Rey Samanilərdən aldı. Sacilərdə Yusif ibn Əbu Sac, Mosul hakiminin yürüşünə məruz qaldı. Salarilərdə Mərzban ibn Məhəmməd. Daha sonra qanunnamə deyərsə əgər, qanunnamə də olubdu Salarilərdə Mərzban ibn Məhəmmədin dövründə. Qanunnamə, Salarilər, qanun. İlk dəfə
ticarət gəmiləri Xəzər dənizində. Bu da yenə də kimlərə aiddir? Salarilərə. Muzdlu qoşun deyərsə, muzdlu qoşunu var idi. Bu da salarilərdədir. Ən geniş ərazi. Ən geniş ərazi hansında olubdur? Salarilərdə olubdur. Bundan başqa, əgər iqtanın paylanması deyərsə, iqta paylayanda yenə də İbrahim İbn Mərzban iqta paylamışdı, yəni salarilərdədir. Bu verilənlər digər dövlətlərdə yoxdur. Qanunnamə, iqta, ilk dəfə ticarət gəmiləri, muzlu qoşun və ən geniş ərazi. Bunlar salarilərdə